Əli Hüseynov, Unzer GmbH şirkətində işləyirəm. Almaniyada yaşayıram, Hamburg şəhəri. Artıq 6-7-ci ildir də artıq Almaniyada yaşayıram. Mən Senior Full Stack Software Engineer olaraq çalışıram. Bu günləri mən əsas danışacağam chatbotların nə tər qurulmuşdu. Biz Unzer şirkəti üçün və onun sub şirkətləri üçün nə tər qurulmuşduq. Cloud Native üzərində AWS Serverless infrastrukturuna chatbot sistemlər qurulmuş və digər featurelarla nətər inteqrasiya olunmuşdur, o haqqında danışacağım. Deməli, bizdə bu proyekt gəlməmişdən bir ay öncə bizə bildirildi ki, bizdə customerlar çox zənglər olur. Bizim case manager cannot handle it. Yəni, onları eləyə bilmirlər, cavablaya bilmirlər. Ona görə biz istəyirik ki, chatbotları işə salaq və onlar case managerlərə kömək eləsin. Və bizə maksimum olaraq bir ay ya da maksimum 45 gün zamanımız var idi və biz onda low cost olaraq, secure olaraq, eyni zamanda əsas serverless infrastructure olaraq və bir clouddan başqa clouda rahat şəkildə keçirilməsi üçün düzgün şəkildə arxitektur eləməliydik. Və ona görə də qısa müddətdə bu proyekti yazdıq, başqa digər chatbot sistemlərini inteqrasiya elədik və case managerlərin də işini bir ay yarım içərisində 44% artırdı. Biz sistemlər sadə olması üçün və eyni zamanda secure olması üçün Amazon web servislərinin üzərində əsas kökləndik. Onlar üzərində həll elədik. Onlarda CloudFront, API Gateway olsun, DDoS ataklarını qarşısına almaq üçün AWS şirkətlərini qurduq. Eyni zamanda sistemlərin sadə və funksional olması üçün Lambda funksiyonlarını istifadə elədik. Və bu Lambda funksiyonlarında sadəcə bizim sistemlər tərəfindən, bizim databazalara inteqrasiyası olması üçün öz şəxsi VPC-lərimiz üzərində qurduq və sistemlərin, bizim qurduğumuz sistemin bir environmentdən başqa environmentlərə rahat şəkildə kopyalanması üçün Terraformla funksiyalaşdırdıq və eyni zamanda da digər stagedə MVP olaraq, yəni Minimum Viable Product olaraq AI inteqrasiyası da etdik hətta. Anthropic modelinə, AWS üzərində Anthropic modelinə AI inteqrasiyası etdik və bizim şirkət daxilində olan bütün customerların haqqında öyrənilmiş məlumatlar və s. data warehouse-dan götürüb onları da qısa müddətdə train etdik və onları MVP olaraq test halına keçirdik və test sistemlərimizdə bir sıra userlarımız hətta AI powered chatbot'a danışırlar.